1-8 dekabr həftəsi başlayır. Bu həftə bəzi büclər üçün sürprizlər, bəziləri üçün dönüş nöqtələri gətirir. Gəlin kimləri nə gözləyir, birlikdə baxaq. Qoçla başlayaq. Bu həftə bir xəbər səni sürətli qərar verməyə vadar edə bilər. Düz seçsən, qapı açılacaq. İrəliləyək buğaya. Gözləmədiyin bir insan sənə dəstək verəcək. Maliyyə ilə bağlı gizli fürsət üzə çıxır. Keçək əkizlərə. Bir mesaj və ya zəng planlarını alt-üst edə bilər, amma bu dəyişiklik sənin xeyrinə işləyəcək. Söz gəldi xərçəngə. Bir mövzuda səbrinin sınandığını hiss edəcəksən. Duyğuna yox, faktlara güvən. Qələbə gələcək. Növbə çatdı şirə. Bu həftə səni parladan bir uğur var, amma kiçik bir paxıllıq dalğasına hazır ol, vecinə alma. Davam edək qızla. İllərdir yolunu tapa bilməyən bir məsələ bu həftə aydınlaşır. Nəhayət deyəcəksən. Keçirik tərəziyə. Seçim qarşısında qala bilərsən. Hər iki yol yaxşıdır, amma biri səni daha çox azad edəcək. İndi isə əqrəb. Gizli qalan bir söz, bir etiraf ya da gözləndiyin işıq kimi ortaya çıxacaq. Gücün daha da artır. Oxatana keçək. Yeni ideya, yeni plan, bəlkə də mini səyahət. Bu həftə şans səninlədir, risk etməyə dəyər. Davam edirik oğlaqla. İşdə səni irəli atan bir təklif və ya tərif gələ bilər. Özünə sərt davranma, nailiyyət göz qabağındadır. Növbədə dolça var. Tanımadığın biri ilə təsadüfi qarşılaşma ilham verəcək. Fikirlərində böyük dönüş başlayır. Və nəhayət balıq. Sezgilərin səni doğru yerə aparır. Yarımçıq bir iş gözlənilmədən uğurla tamamlanacaq. Həftənin enerjisi fərqlidir. Bəziləri üçün fürsət, bəziləri üçün dönüş. Hansı bücdə olmağından asılı olmayaraq, ən önəmlisi addım atmaqdır.